Küçelere su serpmişəm, küçelere su serpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Salam değerli dostlar, değerli izleyiciler, değerli kardeşler, bizim Sultanov ailəmiz. Sizlere bu günləri gözəl bir dənə qiyməti 80 minə, həyətində tikililəri olan qəşəng bu evimizin təqdimatındayıq. En birinci başlamaq istəyirəm həyətin üzümündən. Yumru bütün hər tərəfi belə üzüm alıbdır. Çöl tərəfində dostlar, asfalt yola yaxındır, bərbərxanası var. Arendada da hal-hazırda. Kirayə evi var bu biri bölümdə, özünə məxsusdur. Hal-hazırda kirakeş qalır. Dostlar, bir də ki bu evdə ümumi birlikdə 80 min Azərbaycan manatına satdıqdadır. Real alıcıya endirim də olacaq. Ana yolla məsafəsi evin arasında olan məsafə 150 metr. Çıxdın birbaşa 160 min, çıx get. Deməli, evimiz mehriban qonşularda yerləşir. Çöl sanitar qovşağımız var. Əl üz yumaq üçün belə bir krantımız mövcuddur. Və burada çölü sulamaq üçün şılangımız var. Belə bir əlavə bağa su ötürmək üçün su krantımız mövcuddur. Dostlar, həyətində bağı, bağçası, narı-marı yüngül də olsa, kiçik də olsa hər bir şey əla bir şəkildə düzəldilibdir. Dostlar, evimiz çox gözəl yerdədir, yola yaxındır. Burada aşağıda qardırop da yeri var. Buradan padval yeri var. Dostlar, çox gözəldir. Həyətinə, bacasına söz yox. Evin özünə söz yox. Kirakeşi hazır kirakeşdədir. Bərbərxana da hazır arendadadır. Gəlin bura. Baxırın evin balkonuna. Rövşən bəy, zəhmət olmazsa o telefonun yanından basın. Aha. Əhmədova sevir. Deməli dostlar, bura balkon hissəsidir. Gəlin yuxarıya, zəhmət olmasa Aysun xanım. Qoy izləyicilərimiz görsün, mənim suyum yəqin ki bu ildə. Bəli. Hə. Oh, şans hər zaman gətirir bizon. Deməli dostlar. Bu arada bizon reklamı da eləmiş oldunuz. Olsun. Bizon da bizim milli deməli suyumuzdur. Dostlar, baxın belə bir balkon hissəmiz var. Qəşəng ərazidir. Oturub bax burada elə səhər tezdəndən ad düşüb bir dənə qəşəng burada samovar çayı yumurta pomidorla pisənlə gedər. Sürüşər getməz də. Bildiyiz sürüşər. Machito. Bax belə bir şeydir. Dostlar, gəlin bura evimizin içi ilə tanış olalım indi isə. Ya Allah'ın adı. Keçdik, bismillah deyək. Bax, girişdə xoşuma gəldi. Nə? Ayaq yolu ayaq hissədədir. Girdiyin ayaq yolu. Birbaşa bax, belə ayaq hissədə. Başda deyil, ayaq hissədədir, səliqəli bir formada, hər bir şey hazır. Sol tərəfində mətbəximiz. Bax, bunlar gördüyünüz kimi qalır. Mətbəx mebelizadı toxunulmayacaq. Qalır. 80 minə. Bax, belə bir gözəl. Buradan baxırsan, tam sərinlik adamı vurur. Xanımlar burada yorulmazlar. Yorularlar Aysun xanım. Təbii ki, orada dadlı yemək bişirməmək qeyri-mümkündür. Gəlin bura. Ev yiyəsi biraz belə həmişə belə özünü sevən qardaşdır deyən şəkilləri zadında götürməyib qalıb. Bax, belə bir gözəl zalıdır. Qəşəng, akuratlı. Burada bizim bax, belə bir zalın adillə oturma yeridir. Bax, belə bir qəşəng. Əvvəl elə bir şey bura olub studiya mətbəx. Bax, bu hissə olub mətbəxdə. Ora olmayıbdı. Oranı artırıb, mətbəxi keçirdi bura. Buranı başına belə bir otaq edibdi. Və gəlin bura, yataq otağımız, dostlar. Yenə də gördüyünüz kimi qardaşımızın şəkili ilə yəni burada tanış olursunuz. Bax, bura evimizin yataq otağıdır. Çox səliqəlidir, sərin evdir. Onu deyim ki, biləsiniz, həm təmizkardır. Maşallah, necə lazımdır baxır da qardaş evə. Yəni 100 dənə qadından, xanımdan daha səliqəli baxır. Açıq danışaq. Gözəl. Bax, otağımız bura. Nə yaxşı burada qoymuyor şəkilinə. Mənə maraqlı gəldi. Bunun nəsə qeyri-adi bir funksiyası var. Burada bizim bir otağımız. Dostlar, kombisi var. Radiatorlar var. Yəni cüt-cüt daha özdə. Biri burada, biri burada, biri kuxunada, biri otaqda, biri otaqda. Hər şey hazır. Qiymət 80 min. Gəl inşallah Binə qəsəbəsində məscidə çatmamış, yola yaxın, asfalt yoldan 150 metr
bağı, bağçası, həm kirakeşi, həm arendatoru al, gir, köç yaşa, əli qoy qulağı dibinə yat bütünlü günü. Pul özü sənin üçün gəlsin. Yəni bax belə bir evdə. Allah alana da, satana da xeyir versin inşallah. Əlaqə nömrəmiz orada, qiymət orada. Buyurun inşallah zənginizi gözləyirik.